sağda baş yol nişanı var. Və bu o deməkdir ki, dairənin içərisində bizi gözləyəcək. Davam edək. Sarışıq xətti sizə verir. Ancaq sarışığın yan sönməsi sol demişin yandır. Ancaq sarışığın yan sönməsi xətti sizə verir. Bax, burada dairədə sən üstünsün. Sağının yandır, sağa doğru gedəcək. Şəhətlər xiyabanı, Allah sənin şəhətlərimizə rəhmət eyləsin inşallah. Amin. Bax, az qədər. Sağının yanında keç biz o sağa. Gedəcək. Aha, yaşa. Söndürüşün. Bax, orada gördün, dairənin içərisi bizi gözlədi. Çünki biz baş yoldan yaxınlaşırdıq. Amma dairənin içərisinə daxil olub biz geriyə dönməyi eləsəydik, bu zaman sağı biz gözləyəcəyik. Sürətindən biraz azal, yerin örtünü nəzərə al. Amma diqqət edin, ondan öncəki dairədə necə elədik? Ondan öncəki dairədə biz dairənin səsini gözləmişdik. Çünki dairənin içində tək quraşdırılmışdı. Aydındır?